Salam hörmətli izləyicilər. İnşallah ki, bu günləri amin turşulardan 111-ci sualdan davam edirik. Demək, 111-ci sualda deyir ki, glisindir və bu X maddəsi ilə birləşib dipeptid əmələ gətirib. Glisin də aşağıda verib, yəni ki, 75-dir, üzərinə X gəlmişik və alınan dipeptidimiz də ki 146 plus dipeptid isə bir dənə su ayrılacaq. Yəni ki 18 gələrik bunun üzərinə. Onda X-imizin qiyməti də ki 146 üstə 18 gələndə 56, 64, 164-dən də 75 çıxanda qalır 89. Yəni ki bizim cavabımız burada uyğun gəlir B variantına. 112-ci sual. Doymuş alifatik monoamin monokarbon turşularının homoloji sırasının 1 və 3-cü üzvlərin reaksiya əmələ gələn dipeptidin nisbi molekul kütləsini hesablayın. Doymuş alifatik monoamin monokarbon turşularının homoloji sırasının 1-ci və 3-cü. Yəni birinci nümayəndəsi glisindir, yəni NH2, CH2, COOH-dır. İndi bundan bu kütləsini hesablasaq 75-dir. Homoloji sıra bir-birindən nə ilə fərqlənir? CH2 qrupu ilə fərqlənir. Onda hər biri 14 eləyəcək. Daha indi biz oturub kütlə hesablamağa ehtiyacımız olmayacaq. Yəni bundan 2 dənə fərq eləsə 28 gəlməli 75 üstə. Bu da eləyəcək 103. Yəni ki, digər 3-cü üzvdəki 103 eləyəcək. Deyir ki, bundan əmələ gələn dipeptid. Bunların cəmi toplayarıq. Bu bizə verəcək 178. 178 bu zaman 18 qram da su ayrılır. Ayrılan suyu da çıxarır, yerdə qalar dipeptidin kütləsi, yəni 160. Bu C variantına uyğun gələcək. Növbəti 113. 51,5 qramından 7 qram azot olan alfa amin turşunu beynəlxalq üsulla adlandırın. 7 qram azotsa alfa amin turşudursa və bu bilirik ki, normalda amin turşuların tərkibində NH2 qrupu, bir də ki COH qrupu var. Bu hissədə də ki, X hissəsində də ki, müxtəlif hissələr ola bilər. Hər bir halda burada azotumuz neçə dənədir? Bir dənədir. Bir dənə azotun kütləsi də 14 qramdır. 14 qram olanda bu birləşmənin kütləsi MR-ə uyğun gələcək. 7 qram olanda isə uyğun gəlir 51,5-ə. Onda bizim MR-imiz çıxır 102. Daha doğrusu 103. 103. Bizdən də bu amin turşunun ümumi formulunu istəyir. Onun üçün də amin turşunun adını istəyir daha doğrusu. Sonra hesablama apararıq. Amin turşuların ümumi formulu NH2 CnH2n-1 O2. CnH2n O2 turşuların formuludur. Bu -1'i çıxdım. Bu NH2 qrupuna görə ki, bir dənə hidrogeni silib NH2 birləşdirmişik ona. Nəticə etibarı ilə bunu hesablasaq MR-in 14N 31, o da 16, 47 eləyir. 14N plus 47 bərabərdir 103-ə. Burada yəni 103 tapdıq da. 103-ə. N də bərabərdir 3, daha doğrusu 4-ə. N də bərabərdir 4 eləyir. Bu demək ki, bunun tərkibində 4 dənə karbon atomu olan bir birləşmədir. 4 dənə karbon atomu olan birləşmədir. Bu da alfadırsa, ikinci karbon atomundadır. Yəni 1, 2, 3, COOH. Alfa deyirdisə, bura bir dənə NH2 atdıq.
Bunu adlandıranda deyə bilərik 1, 2, 3, 4. 2 amin butan turşusu. 2 amin butan turşusu B variantına uyğun gələcək. Burada da 16 qram oksigen deyir. Normalda turşunun tərkibində nə olur? 32 qram oksigen olur. Elə bil ki, biz bunun bu hissəsinə 32 yazarıq. Burada 16 yazarıq. Yenə MR-imiz 103 çıxacaq. Yəni gəlib burada tapsaq N-i 4 tapacaq. Prosto burada beta deyir. Beta deyəndə demək COH qrupundan sonraki birinci karbon atomu alfa, ikinci karbon atomu beta hesab olunur. Yəni NH2 qrupu bu hissədə olacaq. Yəni orada olmayacaq. Bu da ki bizə verir 3 amin butan turşusu, yəni A variantına uyğun gəlir. 115. Alanin üçün nə doğrudur? Alaninin formulu CH3 CH2COOH. Bu alfa alanindir. Bizdə də burada nədir? Karbon oksigen 9/18 nisbət edib. Baxaq görək. 3 dənə karbon var. Bu 36 eləyir. Oksigen də ki 32 eləyir. 36 ilə 32 üçün hər ikisi üçün 4'ə bölsək, bu bizə verəcək 9, bu da verəcək 8, düz nisbət çıxır, 1 doğrudur. 1 doğru. Molekulda karbon atomlarının 11 hibrid orbitalı var. Demək, buradakı karbon atomlu hibridləşmə vəziyyəti sp3, sp3, COH-da da ki sp2-dir. Çünki karbon atomu bu vəziyyətdədir burada. Bura OH. Nəticə etibarında bu karbon atomu artıq bir tərəfdən 2 qat rabitə ilə sp2 olur. Molekulunda hibrid orbitalların sayı 4, 4, sp3, sp3, 4 hibrid orbital saxlayır, sp2-də 3 hibrid orbital saxlayır. Bunu necə taparıq? 3 dənə P, bir dənə S, 4 elədi 3 dənə P və yaxud da sp2-də 2 dənə P, bir dənə S cəmi eləyir 3. Nəticə etibarında bunların cəmi bizə verəcək 11. Yəni ki, 2 ifadəsi də doğrudur. Etilen glikolla dipeptit əmələ gətirir. Bu da amin turşu. Amin turşu ilə peptit rabitə əmələ gətirir. 3 yanlışdır. Cavabımız 1, 2 A variantına uyğun gələcək. Glisin üçün nə doğrudur? Bir ifadəsi bağları dedi ki, glisin deyir bu dəfə. Hə. Glisin olanda formulumuz CH2COH kimi çıxır. Nə doğrudur? Karbon atomlarının sayı 2 dənədir, yəni 24 eləyir. Oksigendəki 32 eləyir. Hər ikisini yenə 4'ə böldükdə burada çıxır 6. Burada çıxır 8. Bura eləyir 3, 4. Yəni ki, bir ifadəsi doğruymuş. Molekulda karbon atomlarının 7 hibrid orbitalı var. Bəli, sp3, sp2. Yəni, bura 4 elədi, bura 3 elədi. Bunların cəmi də bizə 7 verir. 2 də doğrudur. Gliserinlə, gliserin 3 atomlu da spirtdir. Bu da səhv oldu. Onun üçün də 1-2 cavabımız doğru olur B variantına. Uyğun gəlir. Molyar kütləsi M olan doymuş bir əsaslı karbon turşusuna alınan monoamin monokarbon turşusuna əmələ gətirdiyi tripeptidin molyar kütləsini hesablayın. Demək, normalda bir əsaslı karbon turşularının bir formulu CnH2nO2'dir. Bu da ki 14N plus 32 deməkdir. Amma amin turşuya çevirdiyimiz zaman bu olur NH2CnH2n-1O2. Bu minus 1 də ki, bayaqlar dedik, hidrogenin biri NH2 qrupu ilə əvəz olunur. Nə öyle? Bu da bizə verir 14N plus 16, bu da 47. 47 verir. Bu da ki, buranı M qəbul eləmişiksə, buranı gərək M plus 15 qəbul, M plus 15 qəbul eləyək. 15 qəbul eləyək.
Dir tripeptidin. Tripeptid nə deməkdir? Yəni 3 dənə bu amin turşu bir-biri ilə birləşib, yəni 3 vurulsun N plus 15-ə və 3 dənə tripeptid birləşibsə, bu zaman 2 mol su ayrılar. Yəni gərək suyun kütləsində bu peptiddən çıxaq, tripeptiddən. Bura 15 idi ya, 18-ə kimi görsənir. Çünki mən 15 yazmaq istəmişəm, sadəcə ruska ilə sürüşüb. Nəticə etibarıyla bura elədi 45, 45-dən də 36 çıxanda 9. Yəni ki, buranın cavabı alınır 3M plus 9 kimi. Bu da Y variantına uyğun gəlir cavabımızdan. 118. Alınmış monokarbon turşusunun gətirdiyi dipeptidi deyir. Bu dəfə dipeptid deyirsə gərək 2-yə vuraq. 2-yə vurduğu zaman bu zaman 1 mol su ayrılır. Bu da 18 çıxmaq deməkdir. Yəni 30-dan da 18 çıxanda burada cavabımız eləyəcək 2M 18 çıxanda qalır 12. 2M plus 12 B variantına uyğun gələcək 118. Eyni monoamin monokarbon turşusunu əmələ gətirmiş tripeptidin molyar kütləsi 3M plus 9 isə bu amin turşu molekulun karbon atomlarının sayı qədər karbon atomu olan doymuş bir əsaslı karbon turşusunun molyar kütləsini hesablayın. Belə bil ki, bu prosesin əksidir. Monoamin monokarbon turşusu, yəni ki, NH2 CNH2N minus 1 CO2 şəklində, yəni bura bizə verəcək 14N plus 47. Bunun əmələ gətirdiyi tripeptid 3N plus 9-a bərabərdirsə, onda 14N plus 47-ni eyni monoamin, yəni bizə deyir CNH2N demək O2 şəklində ifadə eləsək, onda buranı belə deyək də X kimi ifadə edirəmsə, buranı nə ifadə eləyəcəm? X plus 15 kimi. Niyə buranı X kimi ifadə elədik? Çünki bura 14N plus 32-dir. Bu da X plus 15-dir. İndi görə X-ni ifadə elədiyimiz zaman 3N plus 19-a gətirə görə X-imiz necə ifadə olunacaq? Onda burada yazmaq istəsək, görürük ki, demək 3 vurulsun X plus 15 minus tripeptid dediyinə görə 2 vurulsun 18 bərabər olmalıdır 3M plus 9-a. Hesablama aparsaq, görürük ki, X bərabərdir elə M-ə. Demək, amin turşunun kütləsi nə çıxdı bizdə? M, yəni ki, A variantına uyğun gəldi. Yəni, biz X-i tapmalıydıq. X-i də tapmış olduq. Onda doymuş bir əsaslı karbon turşusunun molyar kütləsi M çıxır A variantına uyğun gəlir. Bunun riyazi hissəsi mən eləmədim. Yəni, bunu bu tərəfə keçirdəndə nə olacaq, necə olacaq və onu özünüz yaza bilərsiniz. Yəni, 3x plus 45 bərabərdir 3m plus 45-ə. 45-lər getdi. 3x 3m-ə bərabərdir, x bərabər deyilmə. Rahat da riyaziyyat kimi həll edirsiniz. Tənliyi mən qurmuşam. 120 də eyni oxşar sualdır bayaqçının əksi. Eyni qayda üzrə yazsaq. Nə deyir? Deyir ki, eyni monoamin monokarbon yenə NH2 CNH2N minus 1 COH kimi fikirləşsək, COH kimi yox, O2 kimi fikirləşsək buradan. Burada da ki, bunu yazsaq, yazacağım 14N plus 47. Bunudur eyni karbon sayıda karbonu olan turşu ilə turşudan almışıqsa, turşumuzun da formulu 14N plus 32-dir. Bunu biz x kimi qəbul eləsək, buranı yenə x plus
15 kimi qəbul edici. Burada dipeptid deyir. Dipeptid o deməkdir ki, yəni bu ifadəni biz 2-yə vurmalıyıq. Yəni 2 vurulsun x plus 15 çıxılsın 1 vurulsun 18. Yəni dipeptid dediyinə görə 1 mol su ayrılacaq. Bu da bərabər olmalıdır 2m plus 12m. Nəticə etibarına x yenə m-ə bərabər olur. Yəni y variantına uyğun gəlir 120-ci sualda. Növbəti 121. Doymuş bir atomlu spirtin molyar kütləsi A-dır. Spirtdən alınan amin turşunu əmələ gətirdiyi tetrapeptidin molyar kütləsi X. Demək, indi bu doymuş bir atomlu spirtin ümumi formulunu yazaq. CnH2nOH. Bu da bizə plus 1OH. Bu da bizə verir 14n plus 18. Bu da deyir A-ya bərabərdir. Deyir, bundan alınmış amin turşu. Amin turşu bundan alınsa karbon sayı dəyişməyəcək. Yəni ki, CnH2n minus 1 o 2 şəklində qalacaq. Burada bir də NH2 əlavə eləyək ki, amin turşu olsun. Bu MR-ni hesablasaq, alacaq 14n plus 47. Görəm ki, yəni bura A-dırsa, bura A plus 29-dur. Yəni 29 vahid fərq verir. Deyir, bunun əmələ gətirdiyi tetrapeptidin, tetrapeptiddirsə, yəni A plus 29-u 4-ə vurub, bundan çıxmalıyıq 3 vurulsun 18-i. Tetrapeptid 3-dən su ayrılacaq. Bu da ki 116 4A plus 116 çıxılsın 54. 116-dan da 54 çıxanda 62. Bu da bizə verir 4A plus 62. Yəni C variantına C variantına 121-də uyğun gələcək. 122. Doymuş bir atom spirtin molyar spirtin amin turşu əmələ gətirdiyi tripeptid. Tripeptid deyirsə eyni ifadədir, eyni üsuldur. Sadəcə burada A plus 29-u 4-ə vurmuşduq. Burada 3-ə vurarıq. Buradan da 2 minus 18 yazarıq. Burada eləyər 3. Demək, burada elədiyi 87. Çıxılsın 36. 87-dən də 36 çıxanda burada nə qalır? 3A 36 çıxanda 51. 3A plus 51. O da 222-də A variantına uyğun gələcək. 123. Demək, monoamin monokarbon turşusu A plus demək, əmələ gətirdiyi dipeptidin molekulunda hidrogen atomlarının sayı 2A. Amin turşu molekulunda hidrogen atomlarının sayı X. Əmələ gətirdiyi dipeptidin molekulunda hidrogen atomlarının sayı 2A-dır. Amin turşu molekulundakı hidrogen atomlarının sayı X-dir. Demək, monoamin monokarbon turşusu bunu deyək ki, NH2, CnH2n-1 o 2 şəklindədir. Bunun əmələ gətirdiyi dipeptid. Dipeptid bundan 2 dənə artıq birləşmiş olacaq. Yəni 2 dənə birləşmiş. Belə də ki, sadə üsulun deyim sizə, ən rahatı. Deyək ki, monoamin monokarbon turşusu 2X-dir. Bu X-lər bir-birinə birləşəndə nə ayrılır? X əmələ gəlir, plus bir dənə su ayrılır.
Su ayrılanda tərkibində neçə dənə hidrogen getdi? 2 dənə hidrogen getdi. Nəticə etibarı ilə buradakı hidrogenlərin sayı A plus buradakı 2-ni də gələrəm üzərinə. Buradakı hidrogenlərin sayını B qəbul eləsəm, yəni hər bir x eyni olduğundan bunların cəmi bura bərabər olmalıdır. Yəni 2B bərabərdir A plus 2 olduğundan onda B bərabərdir 2A daha doğrusu. 2A bu da eləyəcək A plus 1. Çünki burada 2A deyir. Mən A yazmışdım. 2A eləmək lazım. A plus 1 bu da 223'də A variantına uyğun gəlir. 124 monoamin monokarbon turşusu əmələ gətirdiyi dipeptidin molekulundakı hidrogen yenə dipeptiddir. Sadəcə bu hissədə bir dənə fərqi ondan ibarətdir ki, biz bura 2A yazmışdıq. Bura o isə bizə deyir ki, bura 2A plus 2'dir. Yəni 2A plus 2 dipeptiddədir. Plus 2 dənə də hidrogen sudan gələri üstünə. Nəticədə bura eləyəcək 2A plus 4. Onda bura bizə verər A plus 2. Yəni eyni sualdır. Ona görə də buna bir dəfə də əlavə vaxt sərf eləmək ehtiyac yoxdur. Cavabımız A variantına uyğun gələcək. Eyni monoamin monokarbon turşusunun dipeptidi kütləsi M, hidrolizində alınan amin turşunun kütləsi M plus 3, amin turşunun molyar kütləsini hesablayın. Normalda eyni monoamin monokarbon turşusunu X qəbul eləsək, bunun əmələ gətirdiyi dipeptid, yəni bu özü ilə birləşib 2 dənə X əmələ gətirəcək XX plus dipeptid isə bir dənə su ayrılacaq. İndi bunun hidrolizindən demək bu hissəni bizə deyib ki, kütlə M-dir. Üzərinə su gəlib, bura olub ümumilikdə M plus 3. Bu deməkdir ki, 3 qram su reaksiya daxil olub. Normalda biz bilirik ki, nə qədər su reaksiya daxil olur? 18. 18 dənə su reaksiya daxil olursa, 2 dənə X reaksiya daxil olur. Onda bizdən X'i soruşur da. 2X bərabərdir 18 M plus 3 bölünsün 3. Bu da eləyəcək 18 ilə, yəni tənasüb vurduğunda buradan bura. 18 ilə 3 ixtisar getdi, 6'nı vurduq. 6'nı da ixtisar eləsək lab 2 ilə, yəni ki X'imizin qiyməti bərabər olacaq. Yəni buradakı 3'dən 18 ixtisar getdi, burada 6 qalırdı. 6 ilə də 2 ixtisar elədim, burada qaldı 3. 3'ü vuraram elə birbaşa M plus 3'ə. Bu da eləyər 3 M plus 9. Bu da B variantına 125'də uyğun gəlir. Doymuş monoamin monokarbon turşusu molekulunda neytronların sayı 41'dir. Amin turşudan alınan tripeptidin nisbi molekul kütləsini hesablayın. Yenə doymuş monoamin monokarbon turşusu yazdıq. CN H2NO2. NH2 əlavə eləyəndə bura oldu 2N-1. Molekulundakı neytronların sayıdır. Yəni bunun ümumi şəkildə hidrogenlərin neytronu yoxdur. Azotun neytronu var 7. Karbonun var 6. Oksigenin də demək 8. İndi deyir ki, bunların neytronları sayı, yəni ki 7 üstünə gəlinsin 6N. Üzərinə gəlinsin 16. Bərabərdir 41-dirsə, N-in qiymətini tapıb M-i hesablayarıq. Bu da eləyir, demək 16 üstə 7, 23, 41-dən də ki 20 çıxdıq, demək 18, 6 M bərabərdir 18-ə, M bərabərdir 3-ə. Formulumuz elədir, NH2, C3, H, demək 6 yox 5, O2. Elədir. Bundakı M-ni hesablasaq, azot verib 14, üstünə gəlinsin hidrogen 2, üzərinə yazın 36, üzərinə gəlinsin 5 plus 32. 68.
89 edəcək. Tripeptidin istəyir. Tripeptidin istəyirmiş. Mən amin turşunun kütləsini tapdım. 89 bu amin turşunun formuludur. Bizdən tripeptidi istəyir. Tripeptidi istəyirsə onda 89-u 100%, bəli. 3-ü vuraram 89-a. Çıxaram bundan 2 vurulsun 18. 89-a vuranda da ki 267 eləyir. Demək 267 eləyir. 267-dən də 36 çıxanda 231 eləyir düz hesabladıqsa. A variantına uyğun gələcək cavabımız. Yəni burada A variantı edəcək. %127 50.000 zülalın nisbi molekul kütləsi, zülalın kütləsi 12-dir. Zülalın tam hidroliz məhsulu 12-dən %54-dür. Zülalın makromolekulunda əmələ gətirən amin turşu molekulların sayını hesablayın. Bəli. Bu da rahat bir sualdır. Normalda zülalın kütləsi 12 qram olanda bu özünə nə qədər zülallar hidrolizə uğradığı zaman özünə su birləşdirir. Amma zülalın sayından bir vahid əskiydə, yəni ki 12-dən %54-dürsə, bu özünə 12-dən 12-dən %54-ə gəlibsə, özünə 0,54 qram su birləşdirib. Bu 0,54 qram sudakı neçə dənə su deməkdir? Bunu 18-ə böldüyümüz zaman çıxır 0,3 dənə su. 0,3 dənə su. Bu 12 qram zülal özünə 0,3 dənə su birləşdirir. Onda 50.000 qram zülal özünə nə qədər su birləşdirər? X dənə. Buradan sıfırların 2 dənəsini silib bunu çevirərik 3-ə. Sonra 3 ilə də 12-ni ixtisar eləyərik. Burada qalar 4. 500-ü də 4-ü böləndə elədi 125 dənə su. Bu sudur, su. Yəni bu isə suyundur da, bunu diqqət eləyək. 125 dənə sudursa, su peptid rabitələrin amin turşuların sayına bir vahid əskik olur. Bu deməkdir ki, burada 125 dənə su varsa, 126 dənə amin turşu var. Bu da ki, D variantına uyğun gələcək. Etilamin və amin sirkə turşu ilə reaksiyaya daxil olan maddələr. Etilamin və amin sirkə turşu ilə reaksiyaya daxil olan. Etilamin, yəni C2H5NH2, bir də ki, amin sirkə NH2, CH2, COH. Ki, bu amin sirkədir. Xlorid turşusu, bəli, amin qrupuna görə hər ikisi ilə reaksiya daxil olacaq. Kalium hidroksid, bu da bu əsası xassəlidir. Amin qrupa görə reaksiya daxil olmadığından. Yəni, 1 daxil olar, 2 daxil olmaz. Hidrogen heç biri ilə reaksiya daxil olmaz. Oksigen üzüm maddələrdə yana bilirlər. Sulfat turşusu turşudur deyə hər ikisi ilə reaksiya 1, 4, 5 olar cavabımız burada. Turşular əsaslarına reaksiya daxil olur. Metilamin və amin sirkə ilə aşağıdadır. CH3NH2 metilamindir. Yəni, oxşar suallarda sulfat turşusu hər ikisi ilə reaksiya daxil olacaq. Yəni, turşu olduğuna görə amin qruplar reaksiyaya girəcək. Və yaxud da sulfat turşusu efir qrupu kimi də reaksiya daxil ola bilər hər bir halda. Natrium hidroksid, yəni, amin sirkə ilə daxil olar, amma ki, metilamin ilə daxil olmaz. Xlorid turşusu, yəni turşudur, hər ikisi ilə əsas kimi reaksiya daxil ola bilər. Oksigen yanır üzüm maddələrdir. Hidrogen yenə heç birinə reaksiya daxil olmayacaq. 1, 3, 4 olacaq burada cavabımız. 130-cu sual. Amin turşu üçün nə doğrudur? Doymuş monokarbon turşusudur. Doymuş monoamin monokarbon turşusudur. Kütləsi 15-dir. Verilmiş miqdar azotun kütləsi 2,8-dir. Normalda monoamin
karbon turşusu formulu CnH2n-1 O2 ilə ifadə eləmişdik. Bu da ki, ümumilikdə Mr14 N plus 47 çıxmışdı. Bunun tərkibində neçə dənə azot var? Bir dənə azot var. Bu da 14 qram eləyir. Bizə deyir ki, tərkibində 2,8 olanda kütlə isə 15 eləyib. Verilmiş miqdarda azotun kütləsi 2,8-dir. 2,8 bu 150, 75. Demək 14 N plus 47 vır böl çıx tapacaqsan buradan 75. 75 isə 75-dən də 47 çıxanda 28 qalır. N də bərabərdir 2 eləyir. 2-dirsə bu formul bizə verəcək glisin. Glisindir, bir doğrudur. Alanindir, deyil. Alanindir. Optika aktivdir. Optika aktiv olması üçün verəcək. Optika aktiv olsaydı gərək alanin, alfa alanin olaydı. Bu ona görə optika aktiv deyil. Adi şəraitdə rəngsiz kristallik maddədir. Molekulunda 10 sigma və bir pi rabitə var. Molekulunda 10 sigma bir pi rabitə var. Bunu da ki saymaq lazımdır. Yəni ki 2 dənə hidrogen üstünə gəlir 1, 3. Bu da 2, 5, 6. COH tərəfdə də ki belə olacaq da. 7, 8, 9 dənə sigma rabitə var. Onun üçün də 5 səhvdir. 1, 4 olacaq cavabımız. Belə hörmətli izləyicilər, inşallah davamındakı gələn videolarımızda çəkərik. İzlədiyiniz üçün minnətdarım.